Qorxan insan qorxduğuna qarşı səmimi ola bilməz. İntiqam alan Allah, unudan Allah, istehza eləyən, gülən Allah, insanlardan alay eləyən, lağa qoyan Allah, qorxudan Allah, Allah qorxusu bununla bizi tanıdırdılar. Bunlar tamamilə yanlış. Kim eləyib bunu? Bunu eləyən tərcüməçilər, Allahı insanlarla uzaq bir tanrı anlayışı eləyənlər. Quran-Kərimdə qorxu kimi tərcümə edilən 6 söz var. Deməli, biri var xəşyət, biri var xavf, biri də var təqva dediyimiz və yaxud da ittəqullah deyə tərcümə olunan bir söz. Xavf bilinən bir şeydən. Məsələn, İlanı bilirik, qorxuruq ki, bizi çala bilər. Və yaxud da şiri bilirik ki, bizi parçalaya bilər. Bundan qorxuruq, bu təbii bir refleks. Xəşyət var, xəşyət nədir? İnsan sevdiyi insanın sevgisini itirmək qorxusudur. Bu qorxu ilə o qorxunu biz eyniləşdirə bilmərik. Çünki burada hörmət, sayğıdır. Mən bir insanın sevgisini itirməmək üçün çalışıramsa, bu ondan qorxduğum üçün deyil, bu ona sayğı duyduğum üçün, onu sevdiyim üçün, doğma gördüyüm üçün qorxudur. Bunu ondan eyniləşdirə bilmərsiniz. Bunu qorxu kimi tərcümə edə bilmərsiniz. Yəni bu sevgi itə bilər. Təbii ki. Təqva sözünü araşdırırsınız. Müxtəlif lüğətlərə baxırsınız. O sözün kökündə heç bir zaman qorxu yoxdur. Bəs nədir burada? Çox maraqlıdır ki, məsuliyyətli olmaq. Allahın buyruqlarına qarşı həmin o cavabdehliyi anlayaraq hərəkət eləmək. Yəni bu günlərin bizim disiplin dediyimiz, nizam-intizam dediyimiz məsələni həyata keçirir. Allah çünki prinsipial Allah. Allah istədiyinə zülm verməz, Allah istədiyinə hidayət verməz, Allah istədiyini zəlalətə salmaz. Belə bir Allah deyil.